Fabrik nə var, nə? Tərsən, sən niyə getmirsən çorta? Çorta getmək, emosional və ya psixoloji baxımdan çöktüyü, özünü idarə edə bilmədiyi vəziyyəti təsvir edir. Amma gəlirdim elə Yavza, Matışka məni də toya çağırdı. Matşkə, özünü qeyri-ciddi, yüngül xasiyyətli, səviyyəsiz və ya düşüncəsiz şəkildə aparan insanları deyilir. Allah sən də keçdin Kuruçoka. Kuruçoka keçmək, istəmədən bir problemə, çətin vəziyyətə düşmək, bir şeyə ilişmək və ya gözlənilmədən xoşa gəlməz bir durumda olmaq. Bu da yanından kim keçir? Hamını çağırıb toya. Paz olub ölkəyə. Paz olmaq, dəvət olunmadığı halda bir yerə və ya bir insanın planına daxil olmaq. Allah onsuz da balayına bu aviasiyasdan ucuz biletlər alıb da. Bu qədər pulu nəyə yığır? Ajnyak. Ajnyak, dilimizdə tamahkar, doyumsuz, həmişə daha çoxunu istəyən insanları təsvir edir. Nəysə də nəysə. Bəlkə vızqırdaq özümüzə təzə kostyum alaq. Vızqırdmaq, qəfil və tələsik şəkildə, heç bir izah vermədən sürətlə bir yeri tərk etmək və ya harasa yönəlmək deməkdir. Allah düz deyir də. Yoxsa hər dəfə pasyak kimi yeyirik toya. Pasyak, təmizliyinə, geyiminə və ya xarici görünüşünə fikir verməyən, baxımsız, səliqəsiz insan. Allah hər şey bildim. Bəs bu videoya çikidon sözünü necə salaq? Çikidons. Bütün dillərdə işlədilərək varlığı ilə xalqları birləşdirən söz. Rəvayətə görə dünyada ilk söz olan lüğəvi fenomen.